1 yanvar 2025-ci il tarixindən etibarən taksilərlə bağlı yeni qaydalar qüvvəyə minir. Yeni qaydalara görə artıq taksi fəaliyyəti icazəli olacaq. Belə ki, 25 mindən artıq şəxs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Bu qərar taksi sürücüləri arasında böyük bir narazılığa səbəb olur. Günlərlə və həftələrlə avtovağzalda taksi buraxılış məntəqələrinin qarşısında sürücülər növbəyə gözləyirlər. Ümumiyyətlə, nəqliyyatda gələn islahatlarla əlaqədar olaraq dövlət tərəfindən aparılmış tədbirlər nəticəsində nəqliyyatın 75 mindən 25 minə azaldılması bu məlum məsələdir. Yəqin ki, AYNA və yaxud başqa təşkilatlar fikirləşirlər ki, bu həddi 25 minə çatdırsınlar. Buna görə də dövlət müəyyən tədbirlər görüb, lisenziyalar və başqa tədbirlərlə icazələr alınır. Yerdə qalan taksi sürücülərin aqibəti isə yəqin ki, dövlət bir şey fikirləşər. Narazıyam bu qərara. Nəyə görə? Ona görə çətinlik çəkirik, əziyyət çəkirik. Yəni iş yeri yox, güc yeri yox. Ümid yeri bir taksidir. Yəni bu işə görə mən narazıyam. Münasibətim çox pisdir. Ona görə ki, birinci Bakı şəhərində 25 min taksi çox azdır. Ən aşağısı 70-80 min taksi olmalıdır ki, cəmaatı yolda qoymasın. Əgər ictimai nəqliyyat yaxşı işləsəydi, bəlkə də 50 min bəs eləyərdi, amma 50 min də bəs eləməz. Xidmətin aparıldığı Bakı Beynəlxalq Avtovağzal kompleksindən bildirildi ki, son həftə ərzində taksi minik avtomobilləri ilə sərnişin daşımaların müvafiq icazələrinin alınması üçün müraciətlərin sayında kəskin şəkildə artım müşahidə olunur. Şəffaflıq və növbəllik təmin edilməklə müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasından əsas səbəblərdən biri narkoloji test müayinəsidir. Qeyd edək ki, tək avtovağzal kompleksinin ərazisində yerləşən tibbi müəssisələrində deyil, Bakı şəhərinin müvafiq tibbi müəssisələrində istənilən bölməsində narkoloji testlərdən keçmək və bu haqda arayış əldə etmək mümkündür. Əlavə olaraq bildiririk ki, icazələrin verilməsi elektron qaydada həyata keçirilir və icazələrin alınması üçün hər hansı yerə fiziki gəlməyə ehtiyac yoxdur. İlkin Məmməd Kərimov, Rəsul İsayev, Səs TV xəbər.